Yalnız Amerikada sən 10 pound TL'ye alırsan və 1 poundun pulun verirsən. Bu necə baş verir? Gördüyünüz kimi burada hələ 1 pounda çatmayıb, amma artıq 8 poundu burada yerləşdirmişəm. Odur ki, yolun sizə dedim. Bu sirri də məndən oğramış olun. Salam dostlar. Deməli bugün gəlmişəm TL yığımına. Toza bax. Gəlmişəm TL plantasiyasına. Burada TL yığımı var. Baxın, uzaqda da görsənir adamlar. Giriş buradandır. Adamın birindən 5 dollar alıb buraxırlar içəri. Bu sadəcə 5 dollar alıb səni içəri buraxırlar. Bu heç nə deməkdir. Sadəcə 5 dollara içəriyə giriş əldə edirsən. Girib burada maşını saxlayırsan, belə adamlar saxlayır maşınların. Çox gözəl ideyadır. Biznes olaraq çox gözəldir. Azərbaycanda belə biznes olsa, məncə yaxşı qazananlar. Prosta bizim insanlar gəlib bunları dağıtmasalar da. Yəni yeyib yemədiyin təpikləyib qoymasalar daha yaxşı olar. Qısaca deyim, gəlirsən burada korobkalar alırsan. 1 dollara 1 dollar 50 sentə korobka alırsan. Sonra yığdığın TL'yi, baxın belə TL'lərdir hamısı. Görürsünüz. Burada xırdalarıdır. Çünki buradan çoxun yığıblar. Beləsinə yığırsan TL'ləri. Yığandan sonra gedirsən çıxışa. Çıxış buradan baxın, maşınlar gedir çıxışa doğru. Gedirlər həmin çıxışda, orada alış-veriş orada baş verir. Orada insanlar yığdıqları TL'nin çəkirlər. Çəkisi nə qədərdir? Və pulun verirlər. Pulu da pounduna 4 dollar 90 sent, yəni ki 5 dollar. Yəni 452 qramına 5 dollar pul verirlər. Beləsinə. Bunlar nəzarətçilərdir burada. Bu formada insanlar gəlir, həm istirahət günü keçirir, həm ailə ilə təbii bir prosesdə iştirak eləyir. Bilmirəm başqaları, mənim xoşuma gəlir. Torpaqla bağlı işlər mən bəyənirəm, ona görə mənə xoşdur. Beləsinə, indi sizə yaxından göstərəcəm. Poundu 5 dollara, amma mənim bir özümə məxsus sirrim var. Mən poundum 5 dollara yox. Mən 10 poundum 5 dollara ala bilirəm. Onun qaydasını sizə deyəcəm. Belədir. Bax, burada yazıb özdə. Bunlar 1.50-yədir. Balacalar 50 sentədir. Beləsinə. Hello. Give me one big one, please. Bunlar. This is what the price of this? 150. 150 and the small one? 50 cents. 50 cent. Okay. Thank you. Yep, and you can pick up to 79. Okay, thank you. Hello. Beləsinə götürdüm. Gedim doldurum. Bizdə Lənkəranda çay plantasiyaları var idi. Lənkərandan istəyənlər bilir. Bu qardaş da elə bil həmin o çay plantasiyalarında işləyir. Biz çay plantasiyalarında, bilmirəm, Bakıda olanlar bunu adətən görmür, amma biz Lənkəranda olduğumuza görə mən bunları çox görmüşəm. Mən ümumiyyətlə çayda, TL'də, istixanalarda işləyən adamlarla çox ünsiyyətli olmuşam, özüm də işləmişəm deyə, ona görə bilirəm. Beləsinə TL'lər başlayaq yığıma. Gördüyünüz kimi belə bir plantasiyalardır. Üstündə TL dolu. Belə qab götürürsən özündən. Bu qaba nə qədər yığa bildin. Və bu qabı verirlər 1 dollar 20 sentə. Və TL'yi verirlər
tiyələyin, poundun 5 dollara. Yəni 452 qramın 5 dollara götürürsən. Özün yığırsan, baxın belə bütün insanlar burada tiyələ yığır. Hamısı gəlir, maşınlarını saxlayır. Belə burada tiyələ yığırlar. Gözəl iş qurublar adamlar. Sən gəlirsən özün öz əməyinlə yığırsan tiyələyi belə bu formada və istədiyin qədər burada da yeyə bilərsən istədiyin qədər və istədiyin qədər də alıb apara bilərsən. Mən nə edirəm? Poundu 5 dollar olduğuna görə mən 10 pound alacağam, amma 1 poundun puluna. Çünki 9 poundun yiyəcəyəm, 1 poundunsa pulum verib çıxacağam buradan beləntinə. Belə qəşəng tiyələklər düşürmü burada? İri dənə. Valla bunlara baxmaq elə kifayət eləyir, nəinki dərin bunları. Bilmirəm, düz qırdım yoxsa səhv qırdım, amma iridir. İnsanlar burada tiyələ yığır, mənsə oyun çıxardıram. Dadlıdır, şirin deyil, dadlıdır, dadı var. I'm so sorry. No problem. I'm just gonna sneak right past you. I can't stop. I'll Hop, take them off. 2 dənə arıq uşaq bir-birinə yol verdi, keçdi. Bəli. Biraz istidir. Çünki günün altındadır deyə biraz istidir. Soyuducudan çıxmayıb. Amma yaxşıdır da. 9 pound yeyirsən, 1 poundun pulun verib çıxırsan buradan. Bir Azərbaycanlı kimi burada da özümü göstərim də, yoxsa necə olardı? Bu bir korobka. Bunun bir yarım korobkası mədədədir, amma bu hələ son deyil. Gedib dalçıda yığacağım bunun ardın. Dadı var, ona görə götürdüm. Gördüm, tanışlarım gəliblər bura. Storiesdə paylaşıblar, mən də gəlim dedim. Kimdən əskiyəm ki, mən də gəlim burada yığım, çəkim, paylaşım. İndi bunu qoyuram maşına. Çıxışda pul verəcəyəm. İndi bu yığdığımı qoyuram, gedirəm davamını yığmağa. Bu da ikinci. İkincində dərdim, çox yoruldum. Özümdə çox ağırlıq hiss edirəm. Düzdür, bu tiyələyi yeməyəcəyəm. Çünki kifayət qədər yedim burada. Partlayıram da az gözlükdən, görməmişlikdən doldurdum qarnıma. Gün bir tərəfdən, gün üçün papaq da götürməmişəm və bunun bir fəsadı olacaq. Çox güman ki, bir gözəllik qurban tələb edir. Bu gözəllik necə də gözəldir. Açıq. Bu da gəldi. Bunun yarına kifayətdir bu qədər. Gedək çəkək bunu. Görək nə qədərdir. Çox istidir. Kondisionerin səsi gəlir. Mikrofon da həmişə kimi yaddan çıxıb. Təbii məsələdir. Gedirik. Bu yoldan gedirəm özüm. Gedirik hara? Çıxışa doğru. Gedirik çıxışa doğru. Çox istidir burada. Gedək çıxışda görək necə hesablayacaqlar. Nə hesablayacaqlar, nə qiymət deyəcəklər. Maraqlıdır. Yavaş sürəm burada, toz olur insanlara. Nə qədər yedim onu, nə qədər yedim. Artlayıram. Abid elədim burada da. İcazə var deyə yedim də, yoxsa icazə olmasa yeməzdim. Həqiqətən icazə var. İstədiyin qədər ye. Ye gözün doysun. Belənçi çıxıram buradan. İnsanlar elə bil pambıqdadılar. Cəllabadda kartof yığmaqdan bilmirəm görmüsünüz yoxsa yox. Mən Cəllabadda kartof almışam neçə dəfə. Sahələrdə getmişəm. Biz o vaxt Cəllabaddan Rusiyanın hansısa şəhərlərinə tədlar yükləyib
göndərirdi. Onda yadımdadır ki, belə insanlar orada işləyirlər, görürdüm. Belə istixanaları var burada. İnsanlar burada yığdıqlarını gəlirlər burada rəsmiləşdirirlər. Hə, bax belə. Pay here. Yəni polis stansiyasına gedinən. Mexico. Burada parking yoxdur ya qardaş, mən burada əyri qalam. Hanım çəkil xanım. Gedək liniyaya. Mən də liniyada dayanmışam. Günün altında. Everywhere you want to stay, you can stay. Şimdi burada ödeyip çıkacağıq. How much? 98.16. Okay, alındı. 98 dolar. Bu kadar strawberry. İndi neyniyək? Bir kasıb adam kimi. 98 with cash. Yeah. Gələntinə aldım bunların. Çox gözəl iyi var. İyi, xoşuma gəldi, qəşəngdir. It's my $2 and this is your tip. Thank you. You're welcome. Bunda tip verdik. Belə dostlar, aldım. Qəşəng çikarobka $100. Sizcə Azərbaycanda belə bir şey eləsən, insanlar gəlib sadəcə gözəl vaxtına görə buna $100 ödəyər. Məncə inanmıram ödəyər, amma bəziləri ödəyər, amma insanlar başqa şey düşünər ki, nədir, bizi aldadırlar. Əslində bunun gözəlliyi ondadır ki, sən bunu yığmaqdan zövq alırsan və bu prosedur ki var, kənd həyat proseduru burada. Məsəl üçün insanlar gəlir, növbə ilə gözləyir. Bu prosedurun özü xoşa gələn prosedurdur. Prosedur deyirəm, proses özü xoşa gələn prosesdir. Sənə nostalgiya yaşadır. İndi bilməm, insanların kənd həyatı kimi nostalgiyası olub, keçmişi olub yoxsa, məndə olub deyə mənə bu nostalgiya yaşadır və xoşuma gəlir bu proses. Ona görə gəldim, bunu da çəkdim sizə. Dostlar, deməli sizə bir şey çəkəcəyəm. Yay aylarında gözləyirəm, həmin müddət vaxt gəlsin, sizə çəkib göstərəcəyəm onu. Amişlər var burada, Amiş ferması var. Həmin Amiş fermasına gedəcəyəm yay ayında, yəqin ki iyun ayında gedəcəyəm. İndi bilmirəm, siz bu videoya haçan baxırsınız. İyun ayında gedəcəm, iyun ayının ya ortası, ya əvvəli, ya axırı bilmirəm. Orada Amişlərin, Amerikanın kəndçiləridir belə deyim. Yəni əsilli Amerikalılardır. Burada uzun müddətdə öz adət-ənənəsi ilə yaşayan Amişlərlə Amisıxı yazılır, Amiş yazılır. Yazıb internetdə search-də verə bilərsiniz. Lancaster ərazisində olur o insanlar. Onlar bitirdikləri bu, əkib becərdikləri bütün hər şeyi auksiyon vasitəsilə satırlar, meyvə tərəvəzi. Həmin onu sizə göstərəcəyəm yayda inşallah. Bu qədər. Bugünkü işim də burada yekunlaşdı. Hələlik düzdür. Nə qədər idi? Orada 10 pound orada götürmüşəm. Amma yenə də bir 4 pound da yemişəm yəqin ki.